Salam, hər vaxtın xeyirli olsun. Necəsən, özü necə hiss edirsən? Bundan əvvəl 20 dəqiqə boyunca danışmışdım. O video silindi. O video qəza səbəbi ilə silindi. Heç nə. Reaksiya sıfır. Davam edəcəm, təzədən çəkəcəm, amma düşünürəm ki, ekstra içdən olacaq bu dəfə. Yəni bir süni hər hansı bir söz, cümlə olmayacaq. Çünki artıq bir dəfə elə bilin ki, danışdığım söhbəti ikinci dəfə daha bəlkə də fərqli detallara toxunaraq danışacağam. Ümid edirəm ki, bu videonun başına bir iş gəlməz. Bugün danışacağıq özünü ifşadan. Mən amma bilirəm ki, bu videoya baxan insanların çox sözünü ifşa eləməyi bacaran insanlardır, bunu başladan insanlardır. Nəyə görə deyirəm? Bu arada sizə ofisdən salamlayıram. Mən ofisdən çəkirəm videonu. Belə. Özünü ifşa edən insan. Mən bunu niyə edirəm? Mən bunu niyə danışıram? Mən nəyə görə buradayam? Mənim bu hərəkətimin nə mənası var? Mən nəyə görə bu mərhələyə çatdım? Bunları düşünə bilmə bacarığına sahib olan insanlardır. Avtomatik çox insan yaşayır onsuz. Avtomatik yaşama bilirsiniz nəyə deyirəm? Öz nəsildən nəslə özünə ötürülən şeyləri sorğulamadan qəbul edən insanlar. Doğulandan bəri müəyyən yaşa qədər bu qəbul olunandır. Yetkin yaşına qədər də lap yeniyetməlik dövründə insan özünü onsuz da axtardığı çaxnaşmalı bir dönəmdir. Yetkinlik dövründə hər insana qismət olmur o. Özünü otursun, sorğulasın. Mən bunu burada niyə elədim? Mən nəyə görə bu həyatı yaşayıram? Məqsədi nədir həyatın? Mənə demək istədiyi nədir? Fikir vermisiniz heç? Həqiqətən də bizim bu günə qədər başımıza gələn şeylər hər zaman bir şəkildə bizim içimizdə var olduq deyə yəni biz onu yaşamışıq. İndi izah edəcəm. Ya qorxduğumuz bir şey olub, yaşadığımız şeylər, vaxtilə içimizdə onun qorxusu olub. Ya görmək istəmədiyimiz, eşitmək istəmədiyimiz, qaçdığımız şeylər olub. Ya həqiqətən içdənsə gizlidən sevdiyimiz, simpatiya hiss etdiyimiz şeylər olub. Ya həqiqətən arzuladığımız şeylər olub, istəmişik olub yəni. Bir şəkildə içimizdə var olublar. Qarşılaşdığımız insanlar, yaşadığımız hadisələr bir şəkildə hər zaman əslində bizim içimizdə var olan şeylər olduğunu demək istəyirəm sizə. Olubmu ki, sizdə də qarşınıza çıxan insan hekayəsini danışanda deyirsiniz, mənim 3 il əvvəlki halım, 2 il əvvəlki halım. Və yaxud da bir insan tanıyırsınız, mənim bir neçə il sonra olmaq istədiyim insan tam da bu insandır demişsiniz. Bu təsadüf ola bilər? Xeyr. Təsadüf ola bilməz, çünki siz içinizdə daşıdığınız şeyi yaşayarsınız. Yəni, əslində bir ömür hər kəs sizə xidmət eləyir, bir onu biz özümüz görmürük, bir onu siz görmürsünüz. Hədər eləyirik özümüzü kənar hekayələrdə. Amma başrol bizik demişdik axı. Həqiqətən əslində hər şey bizə xidmət eləyir. Özünü ifşa eləmək istəyi belə, kənar bizə xidmət eləyir deyə ifşa eləyə bilirik. Xidmət eləmə bilsin nəyə deyirəm? Ətrafımızda ailəmiz olsun, dostumuz olsun, partnyorumuz olsun, onların bizə yeri gələndə vurduğu zərbələr olmasaydı, biz özümüzü tanıya bilərdik, biz özümüzü ifşa eləyə bilərdik, mən bunu burada səhv eləyirmişəm, gərək bunu bu formada eləyərdim deyə bilərdik. Hər şey qüsursuz, ideal, sevgi dolu, əla, mükəmməl, qəzasız, bəlasız olsaydı, nə qədər maksimum olğunlaşa bilərdik? Yəni, çox az məncə. Olur, olğunlaşma olur, dəyişim olur. Amma sırf o cür acı, çətin hekayələrdən hər zaman çox gözəl bir biz yaranır. Səbəbi də elə budur. Bəzən zərbə olmasa, bəzən iz olmasa, insan ayılmır. Özünü ifşa eləmə bacarığın var. Yolu yaralamısan olsuz. Sən bu videonu açmısansa, baxırsansa, demək ki, o kütlədənsən. Ya da o kütlə olacaqsan artıq. Çünki bu videodan çıxandan sonra bəlkə insan olma ehtimalını düşünürəm ki, yoxdur. Bu videonu açmısansa həm də, demək ki, sən artıq özünü ifşa eləmək istəyən insansan. Avtomatik dediyim kimi, hər kəs yaşayır. Bir insan gördüyü ilk mühit ailəsi olur, sosiallaşdığı mühit. Sonra yavaş-yavaş oradan dəyərlər götürür özünə, dəyərlər sistemi formalaşır. Rol modellər görür, dünyaya baxış bucağı o əsasında formalaşır və sonra yavaş-yavaş ətrafı formalaşır. Məktəb mühitinin biz özümüz seçmirik də. Elə yaşda olur ki, 6-7 yaşında bizim seçmə iradəmiz olmur axı. Bizdən soruşa bilməzlər, çünki biz o yaşda necə bir qərar verə bilərik, yəni.
Bir də ayılırıq ki, bu mühitdəyik, bu sinif yoldaşlarımız var, belə bir ailəyə sahibik, belə bir dost çevrəmiz var, biz belə dostlardan xoşumuz gəlir, mən belə bir insana dost ola bilərəm kimisindən fikirlər formalaşmağa başlayır. Amma hər insan yetkinlik dönəminə çatanda, ya da yeniyetməliyin sonuna çatanda sorğulama bacarığına sahib olmur. Hər adam oturub düşünmür ki, bir dəqiqəyə, mən niyə mənəm? Nəyə görə, məsələn, öz adıma deyim, mən nəyə görə mənzərəm? Mənzər olaraq yaradılma səbəbim olmalıdır. Mənzər olaraq insanların həyatına girib çıxıramsa, uzun müddətli qalıramsa, onlara bir toxunuramsa həyatlarına, fikirlərinə, ən yaxınlarım da daxil, ən uzaqlarım da daxil yəni. Bir səbəb olmalıdır. Məni Allah niyə başqa biri olaraq yaratmadı, sırf mənzər olaraq yaratdı misal üçün? Niyə mən olaraq var olmuşam deyə hər adam düşünmür. Düşünəndə çox şey dəyişir. Artıq insan ideal məni ilə real məni arasındakı fərqi də görməyə başlayır. Kimisi böhran yaşayır, böhranda ilişir o fərqi görəndə. Kimisi artıq sevinir ki, mən özümü tutmağa başlayıram. Mən özümün nə istəyib, nə istəmədiyimi anlamağa başlayıram. Mən zənciri qıra biləcək o insan olmağa başlayıram. Nəslə ötürən hər şeyi qəbul etməyən o insanam. Bəzən çox çətin olur. İnsan həqiqətən daşıya bilmir o məsuliyyəti. Çünki hər adam demir, mən zənciri qıran olacam. Deyən adam da bəzi hallarda tək olur. Ətrafında onu dəstəkləyən elə də olmur. Və ağır olsa da gözəl hissdir. Çünki başlanğıcında çətinlik olur, sonra yaxşı kimi gedir hər şey. Sorğuluyur da, yəni düşünür ki, aha, mən bunu burada elədim. Buna görə eləmişəm, sən demə, mənə miras buraxılan bu şeyə görə mən bunu yaşamışam. Məqsədimiz bu videoda kimsə günahlandırmaq deyil ha, yəni günaha ataq filan şeylərin, bu oynanan hadisələrin, şərtlərin. Qoy biz vicdanımız rahat olsun, onu demirəm. Çünki məsuliyyət bizdə də olmalıdır axı, biz dəyişdirməliyik. Əgər narazısansa dəyişdir. Özünü dəyiş, mühiti dəyiş, münasibətlərə reset at, yəni. Ona görə izah eləyirəm ki, fərqində olmaq məsuliyyəti atmaq deyil özlərindən. Fərqində olmaq kodu qırmaqdır, şifrəni açmaqdır. Həyatına artıq giriş eləyə bilməkdir. Baş qəhrəman olma hissini yaşamaqdır. Həyatının qələmini, hekayəsinin qələmini özlərində tutmaq deməkdir, əlində tutmaq deməkdir. Belə. Yəni, sorğulayan insan qazanıb. Pasientlərimdən də olur, Gəlirlər, elə bilirlər ki, sıfırdadılar. Mən onları amma bir 50-də görürəm. 50%-də görürəm. Niyə? Dinlənirlər. Deyirlər ki, Məzər xanım, mən bunu eləmişəm, mən bu səhv eləmişəm. Çox bərbad hiss edirəm. Əsla özümə yaraşmaz. Əsla mən bunu etməməliydim. Özlərini biraz yükləyici davranırlar çox vaxtı birinci seansda. Mən amma deyirəm ki, sən bura qədər gəlmişsən axı. Bunu dilimə gətirmə cəsarətinə sahibsən. Baxmayaraq ki, ətrafındakı insanlar lal kar kimi yaşayırlar da, düzdürmü? Çox ən azı elədir də. Sən nə edirsən bəs? Burada oturmuşsan, qarşılıqlı səndən oturub danışırıq, seans keçirik. Sən artıq özlərinə çalışmağı seçən bir insan olmuşsan. Deməli, sən yolu yuvarlamısan. O da belə gözlər parıldayır, ümid yaranır, onu görürəm yəni. Sən özündə də elədir. Biz səndən bu dəqiqə qarşılıqlı oturub danışırıq da. Mənə desən ki, mən bunlar eləmişəm. Deyərəm ki, əcəb eləmişsən. Hekayə birincisi sənindir. Belə alınıb, belə gətirib də. Amma bundan sonrakinin idarəsini heç olmasa üzərifə götür deyərdim. Ki, götürmüsən ki, buradasan. Özünü ifşa eləyə bilirsən deyərdim. Çünki sən buradasan. Özünü artıq sorğulayan, özünü tərbiyə eləyə bilən insansan deyərdim. Səsküyə düşüb yaşayanlar çoxdur. Cəsarəti olan öz səsini, öz küyünü yaradandır. Bu şəkildə. Yəni, bəzən çətin olur, bəzən həqiqətən elə bilirsiniz, alınmayacaq. Amma o yola girmişsinizsə, demək ki, potensialınız var. Demək ki, alınacaq. Mən inanıram şəxsən. Bu videonu açan insanın uğursuz olma ehtimalı yoxdur. Çünki o insan artıq o içində lazımi yola çıxıb, yaşayır, görür, götürür, dərsini alır, alıb ya da elə bir gözəl yerə çatacaq ki, özlüyündə məncə bu insan belə
özünü anlayacaq da. Özünü o qədər anla ki, insanların səni anlamaması səni incitməsin demişdik. O yerə çatacaqsan. Çünki özünü ifşa edən insan sakit, səssiz olur, qışqıran bir uğra sahib olmur, amma günbəgün özünü ən gözəl şəkildə təmir edir. Travmasını tutur yaxasından. Bilir ki, bu yaşanıb, bitib, zədəsi qalıb, zədəsini düzəldim. Heç olmaz. Anaya, ataya, bacıya, qardaşa günah atmaqla bir yerə qədər, hara qədər gedəcəyik, hara qədər. Yaxşıdır, indi onlar indi onu elədi. Dəyişə bilirsənsə, gücün çatırsa, onların həyatına gözəl toxun. Gücün çatmırsa, onların depressiyasını yaşamaq sənə nə qazandıracaq? Özünə heç olmasa yaxşılıq elə ki, özün normal, huzurlu ol. Keçin dolana bil, yaşaya bil. Özünü ifşa eləmək məsuliyyəti boynuna götürməkdir. Özünü ifşa eləmək, yaşama bacarığını inkişaf elətdirməkdir. Bu şəkildə dostlar, İnşallah ki, bundan sonraki həyatınızda özünüzü hiss edib, görüb, ehtiyaclarınızı görüb, avtomatik olan düşüncə davranışlarınızı ifşa edib, özünüzü aydınlaşdırdığınız həyat yaşayarsınız. Gerisi gözəl gəlir, həqiqətən gözəl gəlir arxası. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik inşallah. Hələlik.